Bu gecədə insan eləyə bilər ki, öz müqəddəratını həll eləsin. Bəlkə Allah dualarımızı qəbul eləyər və bizim halımızı daha gözəl hala tərəf yönəldər. Necə ki, Ramazan dualarında gündəlik hər gün oxuduğumuz duada nə deyirik? Allahumma gayyir su'ə halinə bihusni halik. İlahi, bizim pis halımızı öz gözəl halınla dəyişdir. Bizi özünə tərəf apar. Biz əslimizə qayıda bilək. Uca bir aləmdən bu aləmə eniş etmişik. Bu aləmdəki gördüyümüz o müvəqqəti, zahiri olan ləzzətlər bizi özünə bağlayıbdı. Öz əslimizə, kökümüzə doğru dönə bilək. Çünki biz dərk etdik ki, bu aləmdəki hər bir ləzzətlər nə qədər olursa olsun bizim ruhumuzu sirab etməyəcəkdir. Bizim ruhumuzu sirab edəcək yalnız ilahi sənin kamilliklərindir. İnsan xoşbəxtlik ki axtarır, Allahdan qeyri nə xoşbəxtliyi axtarsaq da o xoşbəxtliyi onda tapa bilməyəcəyik. Çünki hər bir şey bizim əl çatana kimi bizim üçün əzizdir, sevimlidir. Ona ki əlimiz çatdı, artıq bizim üçün adiləşəcək heç olacaq. Allah Teala sonsuz bir varlıqdır, mütləq bir varlıqdır. Kamillikləri mütləq bir kamillikdir. Heç zaman kəşf olunmayan bir varlıqdır. Bizim ruhumuzun arzusu odur. Bu gecə məhz buna görədir ki, biz gələk bax burada o ilahi təqdir ki, barəmizdə hökm ediləcək, onu dəyişmək üçün gəlmişik ki, Allah pozub yaxşılarla əvəz etsin. Ona görə də Qədir gecəsini qarşılayarkən necə qarşılamalıyıq? Necə pişvazına çıxmalıyıq? İstiğfarla, dua ilə qarşısına çıxmalıyıq. Allahın huzurunda ruhumuzu sərgiləməliyik. Allahla münacatımız, Allahla söhbətimiz təkcə dil səviyyəsində olmamalıdır. Ruhumuzun dili danışmalıdır, zahiri dilimiz danışmamalıdır. Dua əslində budur. Dua budur ki, sən ruhu Allahın huzurunda sərgiləyirsən. Bütün nöqsanları Allahın huzurunda göstərirsən. Sonra deyirsən ki, ilahi, tut mənim əlimdən və məni bu nöqsanlardan çıxart ginən. İmam Zeynul Abidin əleyhissalamdan öyrənək. Tavus Yəməni nəql eləyir. Deyir ki, İmam Zeynul Abidin Əli ibn Hüseyni gördüm ki, təvaf eləyir, gecədir, təvaf eləyir. Səhərə qədər, yəni gecənin axırlarına qədər ibadətlə məşğul oldu, tavafla məşğul oldu. Elə ki, deyir, insanlar azaldı, hərə bir tərəfə çəkildi, getdi, gözünün ucunu səmaya doğru qaldırıb bu sözləri dedi. İlahi, sənin göylərinin ulduzları səmanda parlayır. Bütün varlıqlarının gözləri yumulub, hamısı çəkilib yatıb öz yuvasında. Qapıların açıqdır. Kimlər üçün? Səndən diləyənlər üçün, ehtiyaclılar üçün. Gəlmişəm ilahi sənin yanına, indi huzuruna ki, məni bağışlayasan, mənə rəhm edəsən. Bu cür gəlməliyik Qədir gecəsinə.